Əfşar imperiyası Nadir Şahın xaincəsinin öldürülməsindən sonra xanlıqlara parçalanmış, sağlığında Nadir Şahdan qorxan ruslar bu ölümdən cəsarətlənmiş, yarımçıq qalmış işğalı gerçəkləşdirməyə başlamışdılar. Tədqiqatçı Zaur Əliyev yazır ki, Bakını tutmaq istəyən general Sisyanov Hüseynqulu xandan Bakının açarlarını onun qarşısında diz çökərək təhvil verilməsini tələb edir. Xanın nümayəndəsi isə qaladan çıxıb əlində gətirdiyi qala açarlarını və dud çörəyi Sisyanova təqdim etmək istəyir. General dud çörəyi qəbul edir, açarları isə geri qaytararaq deyir: "İstəyirəm ki, açarları Hüseynqulu xanın şəxsən özü təqdim etsin." Xan bunu eşidib generala yaxın gəlmək işarəsini verir və ona yaxınlaşır. Generala yaxınlaşan Hüseynqulu xan uzun xəncərini çıxardıb onun başını kəsir və düşmən yerə yıxılan zaman səndən Gəncənin də, Şamaxının da heyfini çıxdım deyir. Xan generalın hücumundan qabaq ona yazdığı məktubda hamınızı yer üzündə məhv edəcəyəm, qoşunumla işğal etdiyim hər şeyi yandıracağam. Mən sənin bölgənin torpağını sənin qanına bürüyəcəm və o qırmızıya çevriləcək. Amma sən dovşanlar kimi dərələrə girəcəksən və səni orada məhv edəcəm. Qılıncdan olmasa da soyuqdan öləcəksən. Sözlərini ona bağışlaya bilməzdi. Hüseynqulu xanın əmri ilə Sisyanovun başsız cəsədi qələbə rəmzi kimi şəhər darvazasından azcar halda divarın dibində dəfn edilir. Qəbir demək olar ki, ayaq altında tapdaq olur. Xan Bakıya edilən ağır hücumlardan və döyüşlərdən sonra yeraltı yolla şəhərdən ailəsinin təhlükəsizliyi üçün Qaradağ ərazisinə, oradan da gəmi ilə Qacar dövlətinə köçür. Hüseynqulu xanın yeraltı keçidin qapısı üzərinə bu sözləri yazmışdı: "Sabahına düşünən insan heç vaxt igid ola bilməz."